Hazırda biz Abşeron rayonunun Novxanı qəsəbəsindəyik. Bu yanında dayandığımız qayanın üstünə deyilənə görə övlad həsrətində olan biri gəlib bura bir mismar vurduğu zaman onun arzusu gerçək olarmış. Buranın tarixi, biz ağlımız bu kənddə ki doğulub böyümüşük. Biz ağlımız keçəni lap belə quzu yotaran vaxtından da qabaqdan biz buranı tanıyırdıq, bilirdik. Adı da buranın Ağdaş biridir. Yəni bura, yəni sıt ürəklə kim inanadır, kim bura bel bağlayadır, yəni gəlib burada nəzir eləyərdi ki, məsələn övladı olmayana, ay Allah, mən bura filan şeyi 10 manat pul, bir dana, bir quzu, bir qoyun, 20 nəfəri yedirmək. Eysan da burada bax gördünüz orada çəkişlər də var. Yəni inanasan inan, inanmırsan inanma da. Bu mismarlar özü buranın nə qədər qədim olduğunu yəni göstərir də, yəni buranın. Deyilənə görə buradakı mismarların yaşı 200 ildən yuxarı olan mismar var burada. Yəni deməli bura deyilənə görə qəlbi İpək yolunun üstündə olub. Burada övliyalardan yol keçən və burada azad olub qadının biri. Neçə vaxtdır da o azad, yəni uşaq övladı olmurmuş. Sonra o vaxtdan deyilənə görə də bunlar. Bilirsiniz, mən bunları deyirəm. Kənd cəmaatı tanıyan, tanımayan yorumlarda yazır ki, ya ali təhsilli adamsan, sən bunlara inanırsan. Bunun hansı, mən inanıram ya inanmıram. Bu mismarlar deyir ki, bu belə şey olub da. Deyilənə görə Stalin olub burada. Stalin. İndi bu bəzisinə gülməli gələr. Stalin nətər olur? Övladısın gəlib. Ne üçün gəlib mən onu deyə bilmərəm. Amma Stalin burada olub. Ümumiyyətlə, İslam dini bu kimi məsələlərin əleyhinədir. Pirlər, ocaqlar insanlara övlad və ruzi verə bilməz. Şübhəsiz ki, müxtəlif seyidlər, övliyalar, dəfn olunmuş məzarlar var. Oraları bir həm tarixi abidə kimi, həm də bir inanc yeri kimi ziyarət etmək, onların ruhuna dua etmək olar. Bu elmi cəhətdən də bu cürdür, dini yöndən də bu müşriklik hesab olunur. Çünki Allah hər şeyə qadirdir və Allahdan istəmək lazımdır.